Haram əslində dinən o işin edilməsi, görülməsi, qadağan olunan, əgər edəriksə bizə günah yazılan əməllərdir. Bu da ayədən də, hədislərdə də gələn bir neçə böyük günahlar, yəni haramlar var ki, bunun başında qumardır, içkidir, zinadır, iffətli bir qadına iftira atmaqdır ki, bunlar bu günahların, haramların başında gəlir. Əgər bir insan haramdan, yəni etdiyi bir günahdan peşman olarsa və tövbə edərsə, o zaman Allah Teala əgər tövbəsində səmimidirsə, həmin insanın tövbəsini qəbul edər və o insanın günahını, bu haramı, yəni bağışlayar. Müsəlman heç bir zaman ümidsiz olmamalıdır, hər zaman ümidli olmalıdır. Lakin bu onun, mən bu günahı rahatlıqla işləyə bilərəm, onsuz da Allah məni bağışlayacaq deyib, günahı da rahat bir şəkildə işləməsinə səbəb olmamalıdır. Müsəlman hər zaman Allahdan çəkinməli, qəlbində Allah qorxusuyla, xavf və rəca halı, qorxu və ümid arasında bir halda olmalıdır. Əgər bir insan həqiqətən haram işləməkdən qorxaraq, bu işləri etməkdən çəkinərsə, o zaman əlbəttə ki, o haramlara girməz. Yox, əgər bu haramları işləyərsə, dediyimiz kimi tövbə qapısı açıqdır. Təbii ki, mən bu tövbəni edim, onsuz da Allah bağışlayacaq düşüncəsi ilə deyil. Həqiqətən istəmədən, bilmədən bu günahı edərsə, tövbə edib, bir daha o günahı etməmək şərti ilə bu haramlardan çəkinə bilər.